Herkese salam dostlar. Bu günləri sizlərlə bərabər dostlarımın və mənə verdiyi hədiyyələri açacağıq. Bunları əslində bir hərəsinə ayrı-ayrı videoya birində çəkmək istədim, amma dedim ki, hamısı bir videoda olsun. Gəlin indi çox uzatmadan başlayaq. Birinci bu hədiyyədir. Bu hədiyyəni də mənə yaxın dostum verib. Onun da səhifəsini burada etiketləyəcəm. Yəni onun da səhifəsinə keçib kanalına abunə ola bilərsiniz. İndi keçək hədiyyəmizə. Hədiyyəm paketi belədir, belə gül rəsmidir, çox şirindir. Yumşaqdır, içində maraqlı bir şeylər var. Sonra belə bir stiker. Sonra onun paltarı olan belə bir stiker. Sonra ən sevdiyim olan belə bir kart. Hello Kitty yazıb və bantikdir. Çox qəşəngdir. Belə bir qırmızı parabüzənli qolbaq. Əlavə belə bir stiker qalıb və sonuncudur məncə. Bəli, sonuncudur. Belə bir squishy. Məndə var bunlardan və bu da onlara qatılacaq. Belə bir ay formasındadır. Ayı oxşuyur yəni. Çox qəşəngdir. Sağ olsun dostum. Mən də ona bu yaxınlıqlarda eləmişdim. Bu da mənim dostumdan gəlib mənə. Belə. Bu da çox qəşəngdir. Hədiyyəni də çox sevirəm. Bu arada onu da deyim ki, bu hədiyyəni verən dostumun da səhifəsini burada etiketləyirəm. Onun da kanalına keçib abunə ola bilərsiniz. Və dostlar, sizdə shorts videolarında bir videom var idi ki, orada o biri dostumun hədiyyəsini göstərirdim. Yəni o hədiyyəni indi bu videoda göstərməyəcəm, çünki artıq onu göstərmişəm. Keçək paketimizə. Belə bir paketi var. Burada Hello Kitty rəsmi var. Belə kromili nakleyka. Burada da mənim adımı yazıb. Yazıb yəni mələyə hədiyyə. İndi ilk öncə belə bir Hello Kitty'li squishy. Çox qəşəngdir, çox şirindir. Bunu çox sevirəm. Sonra sırada gələn belə bir kağız. Sonra gələn belə bir mini notebook. Belə bir dəftər düzəldir. Çox şirin. Bağlandı bir dəqiqə. Devam edirik. Sonra belə bir stiker. Sonra belə bir kart. Hello Kitty'li. Hello Kitty sevdiyimi yaxşı bilir. Arxasında belə kromilidir. Belə 2 dənə kağız çıxdı içindən. Sırada gələn yenə belə bir stiker. O göstərdiyim stikerin biri qopub burada qalıb. Bir dəqiqə. Və sonrakıda belə bir yerindən salfet pandalı. Çox qəşəngdir, şirin. Və bu iki də axırda bir şey var. Bunlarda sizcə nə olar? Balıq qulağı. Qəşəngdir. Bu dostum da sağ olsun. Mən də ona bu arada hədiyyə düzəldib vermişəm. Bunları hardasa bir gün filan var veriblər. Bu hədiyyə olanı keçən həftə vermişdi dostum, səhv eləmirəmsə. Bu hədiyyə isə bu həftə, yəni dünən vermişdi dostum. Ona da mən düzəltdim. Bəli, düzəltdim. Belə. Yəni dostlar, bu qədər. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın. 6K olmama kömək edin. Yəni 6K olmaq istəyirəm artıq. Yəni dostlar, bu da son. Sağ olun.